Bir dəfə minbərdən düşür əleyhissalam bir nəfər sahabələrin yanında. Əlini atır quma, ovuclayır. Deyir, Allaha and olsun, bu qumların sayı qədər mənə zülm elədilər. Amma bir dənə acılığını görürsünüz onun. Kim nə məsləhət istəyir? Harada məsləhət istəyir? Hansı xəlifə məsləhət istəyir? İslamın mənfəətini görən kimi elə bil ki, bu adamın heç bir acığı filanı yoxdur. Mən bir alimin izahını gördüm, çox dəhşətə gəldim. Deyir, bilirsiniz niyə əleyhissalam Kufə gecələrində üz-gözünü də bağlayırdı, yemək aparırdı yoxsulların qapısına. Niyə istəmir tanısınlar? Bilirsiniz niyə? Çünki onların məsələn eləsi var idi ki, adamı, atası, qardaşı əleyhissalam döyüşlərində şəhid olmuşdu. Gecə gündüz əlini söyürdülər, lənətləyirdilər, əliyazıbillah. Tanısaydılar, yemək götürməzdilər. Nəhravandaşlardan var, tanısaydılar, yemək götürməzdilər. Üz-gözünü tanınmaz hala salırdı. Hətta bəziləri orada deyirdilər. Deyirlər, qardaş, Allah səni qorusun. Allah əlini nə bilim neynəsin ki, bizi ac-yalavad saxlayır. Atasız qorusun. Yəni, adam yaxşı adam olduğu üçün nə qədər məzlum olar. Ona görə də əleyhissalama zərbə dəyəndə biz ağlayırıq ki, bu nəhənglikdə nemət əldən çıxdı. Amma əleyhissalam xoşbəxt oldu. Bu qədər nankorun arasından çıxdı getdi. Özü də dedi də İmam Həsən əleyhissalama dedi ki, Rasulullah sallallahu əleyhi və səlləm yuxuda gördüm. Ağa deyə soruşdum ki, ata nə danışdınız? Atam buyurdu ki, Rasulullah'a dedim ki, ya Rasulullah, ümməti mənə yordu. Deyir, buyurdu ki, ya Əli, nifrin elə onlara. Deyir, mən də nifrin elədim. Deyir, İmam deyə soruşdum ki, ata nə nifrin elədim? Dedim ki, məni bunlardan al, mənə bunlardan yaxşını ver, bunlara məndən pisini ver. Nə mənə də pisini, istədikləri pis. Onlar istəmirlər belə yaxşı adam olsun bunların başının üstündə.